Təsərrüfat subyektinin qeydiyyatı Azərbaycan Respublikasında hüquqi şəxslər və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün zəruri prosedurdur. Əgər siz hüquqi şəxs olaraq qeydiyyatdan keçmək istəyirsinizsə, sizə nizamnamə sənədi, təsdiqçilərin şəxsiyyət vəsiqələrinin surətləri, hüquqi ünvana dair sənəd və bankda hesabı açılmaq üçün rəsmi protokol lazımdır. Fərdi sahibkarlar üçün isə sahibkarın şəxsiyyət vəsiqəsi, sahibkarlıq fəaliyyət növünün müəyyən edilməsi və vergi ödəyicisi kimi uçota alınması üçün ərizə sənədi lazımdır. Prosedurun əsas mərhələlərindən biri də qeydiyyatdır ki, bu da həm əyani, həm də elektron formada mümkündür. Elektron qeydiyyat üçün Vergilər Nazirliyinin elektron vergi portalı olan www.taxes.gov.az saytından istifadə etmək lazımdır. Əgər əyani şəkildə qeydiyyatdan keçmək istəyirsinizsə, sənədləri Vergilər Nazirliyinin yerli filiallarına təqdim edə bilər. Qeydiyyat prosesindən sonra təsərrüfat subyekti vergi ödəyicisi olaraq uçota alınır və vergi ödəyicisinin enləşdirmə nömrəsi olan VÖN təqdim edilir. Qeydiyyat prosesi tamamlandıqdan sonra sahibkara qeydiyyat şəhadətnaməsi və ya elektron təsdiq sənədi verilir.